Yəsirdən sizə salam verir. Mən Bəxtiyar Vahabzadə, sözün nəfəsindən, vətənin ürəyindən doğulan bir ömür idi. Bugün mənim 100 yaşım tam oldu. Lakin mən illərlə yox, yazdıqlarımla yaşayıram. Bugün mənim 100 yaşım tam oldu. Mən sözün o üzündə, xalqın yaddaşında, vətənin torpağı qədər əbədi bir yerdə varam. Çünki mənim poeziyam sadəcə misralardan ibarət deyil, sizinlə birgə döyünən Azərbaycan ürəyi. Mən Azərbaycan deyəndə, gözlərində işıq yanan balaların səsini eşitdim. Ana deyəndə, torpağa göz salan sevgini, vətən deyəndə, dağların qürurunu, dil deyəndə, min illərin nəfəsini eşitdim. Söz mənim üçün sadəcə şeir deyil. Söz bir millətin yaddaşı, kimliyi. Bugün bura bir daha qayıtdım. Sizləri salamlayıb bu möhtəşəm tədbiri başlatmaq üçün. Mən öz ömrümü sizə həvalə edirəm. Çünki bilirəm, Azərbaycan var olduqca Bəxtiyarın sözü də yaşayacaq. Gəlin, yaddaşınızı işıqlandıraq. Gəlin, poeziyanı yenidən oynayaq. Gəlin, Azərbaycan vətənimizi bir daha ucaldaq. Bugün mənim yenidən doğulduğum gün. Bugün dilin, vətənin, torpağın bayramıdır. Tədbirimiz başlasın.